Vücudumuz çox gözəl bir sistem altında işləyir. Vücudumuzu yaradan nöqsansız, qüsursuz, buna görə də deyilir ki, yaradıb. Həqiqətən də vücudumuzda bir yerdə problem olduğu halda bu bizim üçün daxildən bir narahatçılığın olması ilə əlaqəli məlumatdır. Yəni ki, bədəndə qızarma, qaşınma, yaralar, qaralmalar və yaxud da şişmələrin olması daxildə hər hansı bir orqanın sorun, sıxıntı, narahatçılığı olması ilə əlaqəli bir məsələdir. Yəni ki, bu sorunun olduğu yerə görə anlamı dəyişir və yaxud da olduğu yerə görə hansı orqanla əlaqəli olduğunu da bilmək olur. Örnək üzərindən davam etməli olsaq, misal olaraq ayaqda şişlərin olması, sağ ayaqda şişin olması və eyni zamanda sol ayaqda şişin olması bunlar fərqli-fərqli anlama gəlir. Və bundan əlaqəli olaraq da hər ayaqda bir sorun, sıxıntı da bir orqanla əlaqəli problemlərin olduğunu anlamına gəlir. Örnəyi davam etdirməli olsaq, hər iki ayağın şişməsi də tam başqa bir mənada anlamı verir. Bunun olma səbəbləri ödəm olma ehtimalı var. Eyni zamanda böyrəklərlə əlaqəli olma ehtimalı var və hətta mən bir çox diabet xəstələri olan insanlarda da bu ayaq şişmələrini görə bilirik. Bunun da əsas problemi böyrəklərlə əlaqəlidir və qan damar sistemləri ilə narahatçılıq olma ehtimalıdır. Bu problemlərdən qurtarma mümkündürmü? Təbii ki, sizlərin bildiyiniz xalq təbabəti, bizlərin isə bildiyi fitoterapiyanın köməyi ilə bundan qurtarmaq mümkündür. Hər kəsə sağlam həyat arzu edirəm.